Salam, hər vaxtınız xeyirli olsun dəyərli yoldaşlar. Mən Rizvan Fikrətoğlu. Mənə deyəlim çoxunuz tanıyırsınız. Təhsillə bağlı ən maraqlı və ən önəmli xəbərlərlə sizə tanış edirəm. Ən çox verilən suallardan da biri Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbinə qəbulla bağlıdır. Məhz bu dəfə mən həmin məktəbə qəbuldan danışacağam. İlk öncə bir məsələni xatırlatmaq istəyirəm. Bizim onlayn təhsil mərkəzimiz var. RIFA təhsil mərkəzidir və müxtəlif istiqamətlər üzrə bizdə hazırlıqlar mövcuddur. Eləcə də dəyərli yoldaşlar, ixtisas seçimidir, dövlət qulluğudur, vergidir, xarici dillərdir, miqdir, sertifikasiyadır, jurnalistikanın qabiliyyət imtahanına hazırlıq, abituriyent hazırlıq, mühasibat, maliyyə və digər sahələrdə və burada yuxarı nəticələrimizi də görürsüz. Hətta birinci yerdə imtahan tarixlərini də qeyd eləmişik, elanlarımız var. Kursumuz onlayndır. Azərbaycanın, eləcə dünyanın hər bir nöqtəsindən bizə qatıla bilərsiniz. Dövlət qulluğu sayəsində də xeyli müdavimlərimiz uğur qazanıb. İndi isə keçək xüsusi məktəblə bağlı önəmli məsələlərə. Mən bir məsələni qeyd edeyim ki, deməli, Dövlət Sərhədinin xüsusi məktəbi ilə bağlı əslində çox məlumatlı olsam da, ə, bu istiqamətdə olan qanunvericiliyi dərindən araşdırdım. Təkcə Dövlət Sərhəd Xidmətinin saytında xüsusi məktəblə bağlı 70-dən çox, səhv eləmirəmsə 71, bu videonu mən çəkəndə 71 xəbər var idi. 71 xəbərin hər birinə baxdım. Yəni bilirsiniz, Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbi əsasən xüsusi təyinatlı təhsil müəssisəsidir. Ona görə hər məlumatı bu haqda ictimaiyyətlə bölüşmək ola bilsin olmur. Bu nöqteyi nəzərdən mən ancaq açıq mənbələrin məlumatlarına baxdım və açıq mənbələrin məlumatını verdim. Səbəb odur ki, ola bilər ki, hərbi sirr olsun. Bu nöqteyi nəzərdən də burada verilən məlumat açıq mənbələrdir. Baxmayaraq ki, bəzi məlumatları mən bilirəm, amma onları açıq mənbələrdə tapa bilmədim. Amma o haqda verməmişəm. Dediyim kimi, Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbi xüsusi təhsil müəssisəsi hesab olunur və buna görə də buradakı məlumatlar hamısı açıq mənbələrdə olan məlumatlar siyahısındadır. Əvvəla onunla başlayaq ki, Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbinə qəbul 5-ci, 4-cü sinifi bitirən, 4-cü sinifi bitirirsiniz, imtahan verib 5-ci sinifə qəbul olursunuz. Yəni 5-ci sinifdə oxuyan, hazırda oxuyan ora verə bilməz. 4-də oxumalıdır. Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbinin tarixi heç də yəni yeni yaranmayıb. 2011-ci ildə yaranıb. Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan xüsusi məktəbdir. Adından da görüldüyü kimi. Qəbul şərtlərindən birinci danışacağıq. Dəyərli yoldaşlar, Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbin tədris Azərbaycan dilindədir. Yəni rus sektorunda burada qəbul yoxdur və əyanidir, qiyabi yoxdur. Yəni arada gəlim oxuyum, arada oxumayım deyə bir şey yoxdur burada. Əyanidir təhsil. Xüsusi məktəbin 5-ci sinifinə deməli qəbul dekabrın 31-nə dək 10 yaşı tamam olan və 12 yaşı tamam olmayan qəbul aparılan ildə ümumi təhsil pilləsinin 4-cü sinifində təhsil alan, fiziki cəhətdən sağlam Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər. Yəni bura xanımların qəbulu yoxdur. Xanım qəbulu yoxdur və məsələn, tutalım uşaq bu il imtahan verir 2026-da. Bu uşağın 2026-cı ilin dekabrın 31-nə qədər 10 yaşı tamam olmalıdır və 12 yaşı tamam olmamalıdır. Bəziləri deyir ki, məsələn, mənim uşağım belə deyim də, 10 yaşı iyulda tamam olacaq, olsun, lap əla. Bəziləri deyir, mənim uşağım yaşı noyabrda olacaq, olsun. Əsas odur ki, həmin ildə, həmin ilin son ayında, dekabrın 31-nə qədər 10 yaş tamam olmalıdır. İndi bəzən valideyn deyir ki, mənim uşağım 5-də və yaxud da 6-da oxuyur, hələ 12 yaşı tamam olmayıb. Verə bilər? Yox, verə bilməz. Axı deyir, axı 4-cü sinifində təhsil alan. İmtahanda iştirak etmək istəyən namizədlər, yəni həmin uşaqlar Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytında şəxsi kabinet yaratmalı və pul hesabına 40 manat əlavə etməlidir. Yəni imtahan ödənişlidir. Daha sonra Dövlət İmtahan Mərkəzinin saytının baş səhifəsində yerləşən keçid vasitəsilə elektron ərizəni doldurub qeyddən keçməlidir. Elektron ərizənin doldurulmasına çətinlik çəkirsinizsə və yaxud da bu istiqamətdə sualınız varsa, aşağıda mobil nömrəmi görürsünüz. Mobil nömrəmin WhatsApp-ına yaza bilərsiniz və müəyyən köməkli göstərə bilərik. İndi bəzi şəxslər var ki, bu 4-cü sinifdə oxuyan uşaqlar, onların bir çoxunda demək olar ki, şəxsi kabinet yaratmaq olmur. Bunun səbəbi nədir? Dimin saytında şəxsi kabinet yaratmaq üçün şagirdlər əvvəlcə təhsil aldıqları orta məktəbə müraciət edirlər və fərdi məlumatlarını şagird məzun dövlət elektron məlumat sisteminə daxil edilməsini təmin etməlidirlər.
Daxil edilmiş məlumatlarda imtahana buraxılır və yaxud da hazırda təhsil alır. Bəndlərin biri seçilməlidir. Əks halda həmin şagirdlər imtahanda iştirak etmək üçün elektron qeydiyyatdan keçə bilmirlər. Ola bilsin siz bu videonu 2030-cu ildə dinləyirsiniz, 2027-də dinləyirsiniz. Bu dediyim tarix yalnız 2026-ya aiddir. 2026-cı ildə imtahanda iştirak etmək üçün imtahanın qeydiyyatın son tarixi 16 martda 16 marta qədərdir. Yəni 16 marta qədər qeyddən keçməlisiniz. 40 manat yüklüyürsüz, şəxsi kabinet yaradırsınız əvvəlcə, pulu yükləyib qeyddən keçirsiniz. Dediyim kimi şəxsi kabinetin yaradılması, eləcə də digər bu DİMİN saytına bağlı məsələlərdə bizdən də kömək ala bilərsiniz. Nömrəmiz aşağıda qeyd olunub. Dəyərli yoldaşlar, imtahan fənləri nədir? Test imtahanı Azərbaycan dili və riyaziyyat fənlərindən olur. Hər fənn üzrə 30 qapalı tipli sual təqdim edilir. Yəni 30 Azərbaycan dili, 30 riyaziyyat və bu da bərabərdir 60 edir. Sual verirlər. Suallar hardan düşür? Yəni 4-cü sinifə qədər olan Təhsil Nazirinin dərs proqramından düşür. Yəni orta məktəbdə indiyə kimi keçirilmiş dərs proqramından düşür. Yeri gəlmişkən Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbində bizdə onlayn hazırlıqlar da mövcuddur. Əgər sizin uşağınız intizamlıdırsa, diqqətçildirsə, onlayn şəkildə də bizim kurslara yazılmaqla nəticə əldə edə bilər. İmtahan müddəti 90 dəqiqədir. Yəni bu uşaqların mən əslində imtahanlarında bir müddət nəzarətçi kimi də iştirak etmişəm. Bu uşaqlar ümumiyyətlə çalışın ki, uşaqlarınızı onlar uşaqlar adı üstündə və inandırım sizi Dövlət İmtahan Mərkəzi onları çox özləri də həssas yanaşır. İstər imtahan rəhbərliyi, istər DİM-dən tapşırıq verilir ki, o uşaqları, yəni digər böyük uşaqlar kimi belə deyim də çox da ciddi formada yox, onlara müəyyən qədər məsələn indi uşaqdır, qələm düşür, əyilir götürür qələmi və yaxud da ayağa durur, da onu mehriban şəkildə bala otur, yəni imtahanda ayağa, yəni o qədər mehriban davranırlar ki, valla, yəni çünki şahidi olmuşam onun ona görə. Və burada da siz özünüz də uşaqlara öyrədin. Yəni imtahanda mütləq sualları diqqətlə yazsın. Cavab vərəqlərini orada işləyə bilmir çoxu. Bəziləri gördüm ki, boş qoyurdu, bilmirdi. Bax ona diqqətlə öyrədin ki, bax bunu belə işləyirlər. Və yaxud da ki, o uşaqlara öyrədin ki, imtahanda oturmalısan 90 dəqiqəni. Bəziləri gördün ki, 20 dəqiqə keçir, mən getmək istəyirəm. Bəziləri qorxurdu imtahandan və çoxu da rayon uşaqlarıdır. Ona görə mütləq uşaqlara öyrədin. Bu istiqamətdə çətinliyiniz varsa, yəni bizlə də məsləhət ala bilərsiniz. O uşaqlarla biraz söhbət edib, konsultasiya edib, imtahan bir növ həyəcanlı, stresini onlardan uzaqlaşdıraq. İmtahan nəticələri, imtahan verildi, nəticələr emal olunur, cavablar çıxır və həmin cavablar, yəni nəticələr Dövlət Sərhəd Xidmətinə təqdim edilir. Yüksək nəticə göstərmiş namizədlər Dövlət Sərhəd Xidməti tərəfindən tibbi və digər yoxlamalara cəlb olunur. Yəni sizə zəng edirlər və ya xəbərdarlıq edirlər, çağırırlar sizi. Bütün mərhələləri uğurla keçən və ən yüksək bal toplayan namizədlər xüsusi məktəbə qəbul olunacaqlar. Məktəbdə təhsil müddəti 7 ildir. 11-ci sinifi bitirəndə imtahanla Dövlət Sərhəd Xidmətinin akademiyasına qəbul şansınız var. Məktəbə xarici ölkə vətəndaşlarının qəbulu da mümkündür. Bu zaman dövlətlər arasında bağlanmış müqavilələrə uyğun olaraq bu proses həyata keçirilir. Dəyərli yoldaşlar, imtahana gedərkən namizədlər özlərindən hansı sənədi aparır? Söhbət DİMİN imtahanından gedir. Yeri gəlmişəm, buraxılış vərəqəsi burada qeyd olunur. Buraxılış vərəqəsini hardan çap edirsiniz? İmtahana 5 gün, 1 həftə qalmış, qeyddən keçməmisiniz. DİMİN saytında o yerləşdirilir, çıxır. Buraxılış vərəqəsinin çapı ilə bağlı çətininiz olsa, yenə də bizim nömrəmizə yaza bilərsiniz, köməklik göstərərik. İmtahana əsas şəxsiyyət vəsiqənizi aparırsınız, bir də imtahana buraxılış vərəqənizi, bunu DİM-dən çap edirsiniz. Uşaqlarda var, yəni bununla rast gəlirik, şəxsiyyət vəsiqəsində şəkil olmayan uşaqlar var. Bunlar təhsil aldığı məktəbdən 4-cü sinifdə təhsil almaları barədə fotoşəkilli arayış təqdim edirlər. Mütləq fotoşəkil möhürlə təsdiqlənməlidir. Sənədlərin biri olmadıqda və yaxud da sənədlər arasında uyğunsuz olduqda namizəd imtahana buraxılmır. Şəxsiyyət vəsiqəm evdə qalıb, qətiyyən mümkün deyil. Yəni sənədlər hamısı yerində olmalıdır. Yoldaşlar, bu hissə çox da fikir verməyin. Mən bunu nizamnamədən götürmüşəm bu hissəni. Çox güman ki, imtahan verir, uşaqlar uğurlu qazanandan sonra bu hissə keçirilirlər. Yəni hələ bu hissə çox da sizin fikrinizi
yayındırmasın. Yəni məktəbə qəbulu üçün sonrakı mərhələlərdə tərcümeyi halda doğum haqqında şəhadətnamədir. Yəni bunlar təqdim olunur. Daha sonra burada əlavə olaraq sağlamlıq haqqında arayışdır. 3-ün 4-ə 2 ədəd ölçüdə və 2 ədəd 4,5 6 sm ölçüdə fotoşəkildə baş açıqsız formada. Və əgər həmin məlumatları elektron hökumət informasiya sistemindən götürmək mümkünsə, DSX oradan da o məlumatları götürə bilir. Yəni bu isə çox da fikir verin, bu sonrakı mərhələdir. Yəni bunlar istənilə də bilər, istənilməyə də bilər. Bu dediyim kimi, yəni həmin qurumun, məsələn, həmin məktəbin nizamnaməsindən bunu götürmüşəm. Məktəbdə təlim-tərbiyə prosesinin təşkili, məktəbdə kursantlar xüsusi rejimdə həftənin 5 günü təhsil alırlar. Deməli, evə buraxılmalarına da belə çıxır ki, icazə verilir. Dərs məşğələlərinin müddəti, yəni orta məktəbdə olduğu kimi 45 dəqiqədir. Məktəbdə tədris proqramlarının davamlı yerinə yetirilməsinə görə əgər kursantların təkrar sinifdə saxlanıla bilərmi? Yox. Kursantlar təkrar sinifdə, məsələn üçün orta məktəbdə olur, bir sinif aşağı saxlayırlar. Buna görə sinifdə saxlanılmır. Əgər ilin yekunlarına görə 3 və daha çox belə deyim də fəndən qeyri kafi qiymət alıbsa, burada sinifdə saxlanmasına burada yol verilmir. Sadəcə onlar pedaqoji şuranın əsaslandırılmış qərarı ilə ya əvvəl oxuduqları məktəbə qaytarırlar, və yaxud da valideyn arzusu ilə digər məktəbə köçürülməklə məktəbdən xaric edirlər. Deməli, dəyərli valideynlər, siz uşağınızın potensialına baxın. Əgər orada oxumaq gücləri yoxdursa, məcbur itələm, göndərməyin ki, mütləq getməlisən. Mən görürəm bəzən valideyndə uşağın baxırsan ki, bir cüssəsi yox. Belə də, yəni uşaq təhsildən xəbəri yox, məcbur getməlidir. Belə olmur. Əgər uşağınız o belə sistemdir, rejimdir, nə də olmasa xüsusi məktəbdə olsa forma geyinirlər, hərbi rejimdir. Yəni uşağınız ona uyğundursa çalışın, siz uşağınızı daha yaxşı tanıyırsınız və oxuyan uşaqdırsa bu istiqamətə fikir verin. Sonra gedir məktəbə, uşaq orada oxuya bilmir, yenə qaytarırlar öz məktəbinə. Bunun üçün bir sözün yaxşı və pis mənası travmaya çevrilə bilər. Xüsusi məktəbin imkanları nədir? Bu imkanları bir sıradan tapmışam. Məsələn, tutalım DSX-nın xüsusi məktəbində yeni şənlik keçirilib, nəyinsə açılışı olub və yaxud da onlar hansısa bir idman yarışlarına gediblər. Orada məsəl üçün olsun ki, DSX-nın generalları çıxış eləyib, gələn qonaqlar danışıblar, məktəbin axı xəbərlərin ortasında görürsünüz ki, bir cümlə işlədirlər. O həmin 71 xəbərdən bu cümlələri yığmışam, yeri gəlmişkən. Həmçinin bundan bağlı Azərtazın bir reportaj var, böyük reportajda ona da baxmışam. Oradan da müəyyən hissələr götürə bilmişəm. Xüsusi məktəbdə kursantlar pul, qida, yəni gündə 3 dəfə yemək, əşya, geyim, tibbi yaşayış yeri, yəni yataqxana təminatı ilə təmin olunur və bunu dövlət həyata keçirir. Məktəbin məzunları mütləq deyil ki, DSX akademiyasına girsinlər. İstənilən ali və ya orta ixtisas, yəni kolleclərə, kolleclər təhsil almaq hüququna malik ki, təhsil bu hüquq məhdudlaşdırılmır. Bu bəndi də onların nizamnaməsindən götürmüşəm, yeri gəlmişəm. Xüsusi məktəb kursantların yazılı və şifahi nitq inkişafının, idrak fəaliyyətinin gücləndirilməsinin, ölkənin tarixini, ədəbiyyatını, mədəniyyətini, incəsənətini, eləcə də sosial-iqtisadi infrastrukturunu, dünya dövlətləri arasında mövqeyi barədə təsəvvürlərinin genişləndirilməsini, onlarda informatik, kommunikativ, təhlil və tətbiq, problem həlli, əməkdaşlıq, müstəqil təhsillənmək, xarici dildə ünsiyyət qurmaq bacarıqları, tolerantlıq, milli mənəvi dəyərlərə sadiqlik və digər bu kimi keyfiyyətlərin formalaşdırılmasını xüsusi məktəb təmin edir. Yəni hər tərəfli uşaq yetişdirilir, onlar beynəlxalq yarışlara aparılır. Yəni belə deyək, uşağın yetişməsi üçün yəni heç bir orta məktəbi etmədiyini deyirlər. Yəni Azərbaycanda elə bir orta məktəb yoxdur ki, bunu eləyə bilsin. Yəni tam səmimi edirəm. Bu səmimi fikirlərimdir. Daha sonra xüsusi məktəbin inzibati binasında yəni idman zalı var, yeməkxana var, yataqxana var, ən yüksək səviyyədə qurulmuş və müasir avadanlıqlarla təchiz olunmuş sinif otaqları var, laboratoriya var, zəngin kitabxana fondu var, tədris korpusları var. Orada təhsil alan kursantlar təkcə nəzəri bilikləri öyrənmir, həm də müasir texnologiyalara əsaslanan təlimlərlə silahlanaraq bir növ gələcəyin sərhədçi zabitləri kimi də formalaşır. Məktəbin kursantları savadlı, fiziki və mənəvi cəhətdən sağlam, eləcə də geniş dünya görüşə malik vətənpər Azərbaycan övladları kimi yetişdirilməsi üçün hər bir şərait yaradılıb. Bütün kompleks üzrə video müşahidə sistemləri mövcuddur ki, bunun sayəsində həm tədris prosesi, həm də uşaqlar, yəni kursantların dərsdən sonrakı fəaliyyətləri nəzarətdə saxlanılır ki, nə işlə
məşğuldurlar və yaxud da təhlükəsizliyini qorumaq üçün ümumi kamera sistemi daim var. Ümumiyyətlə son dövrlər DSX-da bu kimi müasir infrastruktura, istər hərbi hissələrində bu kimi müasir infrastruktura çox əhəmiyyət verirlər. Bundan əlavə kursantların asudə vaxtlarının faydalı keçirmələri, fiziki və intellektual yaradıcı məşğuliyyətlər üçün geniş imkanlar yaradılır. Həmçinin kursantların ali təhsilə hazırlanması, vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyə olunması xüsusi məktəbin əsas fəaliyyət istiqamətlərindəndir. Bir şey də mən qeyd edim, biz buraxılış imtahanları nəticəsinə baxanda xüsusi məktəbin uşaqlarından yüksək bal yığanların sayı heç də az deyil. Yəni bu onu deməyə əsas verir ki, həm də məktəbdə bir növ hazırlığa böyük şərait yaradılır. Sonra qəbul olunan müəllimlər də kurikulum əsasında dərs keçirirlər. Yəni orada mülki müəllimlər də fəaliyyət göstərir. Kursantların xüsusi məktəbdən xaric edilməsi də var. Yəni mən bunu da sizə deməliyəm. Bu da yeri gəlmişkən, yəni bu istiqamətdə olan qanunvericilikdən götürmüşəm bunu. Kursantlar, yəni kursantlar hansı halda xüsusi məktəbdən xaric edirlər? Burada valideynlərin və yaxud da digər qanun nümayəndələrin və yaxud da kursantın öz arzusu ilə mümkün ola bilər. Adam oxumaq istəmir, xaric olunur. Digər məsələ səhhətinə görə hərbi həkim komissiyasının qərarı əsasında xaric oluna bilər. Səhhəti yəni oxumağa yol vermirsə, həmçinin təhsildə müvəffəqiyyətsizliyinə görə, yəni oxuya bilmirsə, alınmırsa, oxunmursa buna görə bir təlim tədris ilində dərslərin müddətinin 30%-in çoxunda fərq eləməz, hər hansı bir səbəbdən iştirak eləmirsə. Yəni bir il ərzində 30%-in çoxunda iştirak eləmirsə, xaric oluna bilər. İntizamsızlığına görə. Yəni, bu da önəmlidir və hərbi qulluqçular üçün müəyyən edilmiş tələblərə uyğun olmadığına görə də xaric oluna bilərlər. Bunu da yəni valideynlərin bilməyi yaxşıdır ki, yəni düşünməsinlər ki, hə bəziləri uşağı evdən çıxarın, başından eləyim, belə yanaşmayın uşağa. Heç vaxt belə yanaşmayın. Uşağınız intizamlıdırsa, oxuyandırsa, savadlıdırsa, bir növ siz onda bir sərhədçi görürsünüzsə onu, o halda istiqamət verin. Təhsil almaq məqsədi ilə xaricə uşaqlar ezam olunurlar bəzən. Əgər xaricə ezam edilmiş kursant göndərildiyi hərbi təhsil müəssisəsində oxumaq istəmirsə, həmin təhsil müəssisəsində səhhətinə görə və yaxud da oxumaq istəmədiyinə görə, təhsildə müvəffəqiyyətsizliyinə görə, şəxsi intizamlığına görə xaric olunursa əgər, onda avtomatik xüsusi məktəbdən də xaric olunur. Yəni gedib təhsil xaricdə oxumaq istəmir və yaxud da səhhətinə görə və yaxud da oxuya bilmədiyinə görə intizamsızlıq göstərirsə, oradan xaric olunursa, avtomatik xüsusi məktəbdən də xaric olunur. Amma digər səbəblərdən xarici ölkələrin hərbi təhsil müəssisələrindən xaric olunursa kursant, onda xüsusi məktəbə təhsil alması bu məsələ məktəbin pedaqoji şurasında baxılır. Saxlanıla da bilər, xaric də oluna bilər. Dəyərli yoldaşlar, bu da xüsusi məktəblə əlaqə yaratmaq üçün ünvanlarını da vermişəm. Əlavə məlumatı üçün DSX-nın xüsusi məktəbinə müraciət edə bilərsiniz. DSX-nın xüsusi məktəbi Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Ramil Qasımov küçəsi 5 ünvanında yerləşir. Əlaqə telefonlarında vermişəm. Dediyim kimi xüsusi məktəblə bağlı, orada oxuyan uşaqlarla bağlı o qədər müsbət yaxşı şeylər eşitmişəm və bildiyim bəzi məlumatlar da var. Təbii ki, müsbət məlumatlardır. Sadəcə bu açıq mənbələrdə bu məlumat olmadığına görə biz də nəzərə alırıq ki, bu xüsusi təhsil ocaqda təhsil müəssisəsi deyə, yəni ancaq açıq məlumatlardan istifadə edərək, yəni sizin gördüyünüz bütün məlumatları toplayıb bir video halında sizə verdim. Videonu bəyənib şərh yazmağı unutmayın. Paylaşın ki, məlumatlı olmaq istəyən digər yoldaşlarımız da bundan məlumat alsın. Dövlət İmtahan Mərkəzində qeydiyyatla bağlı nömrəmizi görürsünüz. 051 346 14 38 yaza bilərsiniz, suallarınızı soruşa bilərsiniz. Mən də bir vətəndaş olaraq bu istiqamətdə lazım olan köməkliyi göstərməyə hazıram. Uğurlar olsun hər birinizə. Ümid edirəm ki, sizin övladınız gələcəyin ən yaxşı sərhədçisi olacaq. Əgər bu video sizə motivasiya verirsə və bu video vasitəsilə uğur qazanacaqsınızsa, yəni mənə nə xoş mənə ki, bunu mən bacara bildim. Sağ olun, özünüzə yaxşı baxın. Növbəti videolarda görüşmək ümidi ilə.